Hamıya salam, Edersin platformasının təsis etdiyi və Şan TMMC-nin dəstəklədiyi PHP proqramlama dərsləri davam eləyir. Bugünkü mövzumuz funksiyalardır. Funksiya deyəndə niyəsə hamının ağlına riyaziyyat gəlir içimən qarışıq, ancaq funksiyalar bizim işimizə və bizim nə işimizə yarayır və funksiyalar funksiyalar niyə bizi asanlaşdırır? Niyə OPP, obyekt yönlü proqramlama var? Obyekt yönlü proqramlama ümumiyyətlə nədir? Funksiyalar bizim dəfələrlə elədiyimiz alqoritmi çox təkrarda yazmamağımıza kömək edir. Yəni, məsəl üçün, deyək ki, sən riyazi bir formulun var, hər hansı bir, deyək ki, bir müştərilərin siyahısını alsan, sadə dildə izah eləyim. Müştərilərin siyahısını alsan, həmin müştərilər içindən hesablayırsan və onların ən yaxşı puana sahib olanını hər ay ödülləndirirsən. Bu puana nə daxil ola bilər? Deyək ki, həmin adamın alış-veriş listəsi. Bir həftədə ən çox alış-veriş eləyən, qiymət baxımından, ürün baxımından ona mesaj yollayırsan və ona kupon kodu verirsən. Bu bir funksiyadır. Sən bu kodu dəfələrlə istifadə edə bilərsən. Onun üçün də bu funksiyanı işə salmaqdan ötürü bir yerdə yazıb və sonra hər səfər onu çağırıb istifadə etmək mümkündür. Funksiyanın tərifi bundan ibarətdir. Funksiya necə yazılır? Func deyə yazılır. Adı var. Return type-ını buranı silək. Bura önəmsizdir. Return type-ı geri nə döndərəcəyidir. Yəni geri olaraq nə qaytaracağıdır. Məsəl üçün cümlə ver deyə bir funksiya qeyd edək. Bu funksiya içəri nə alır? Dollar, yəni dəyişkən qeyd edirəm, ad alır və ekrana bu adı yazır. Bu şəkildə mən bir funksiyanı qeyd edə bilərəm. Və cümlə ver Rasim. İstifadəsini də görək. Bura bir eko ilə BR yaraşaraq. Salam Sadiq, salam Rasim. Bunlar nədən irəli gəlir? Mən hər səfər ekrana eko yazmaq istəmirəmsə, ya da bu formul uzundursa təbii ki, bu formada istifadə eləyirəm. İndi burada riyazi bir uzun misal kimi hesab eləyin də. Çünki bunu mən riyazi qismini qoşsam, bu dərsdə bunu başa düşməyiniz çətinləşəcək sadəcə. Bu qaydada ekrana yazdırır. Bu funksiya ekrana yazdırmağa işə yarayır. Burada return deyə bir dəyərimiz də var. Return nə işə yarayır? Hər bu funksiyanı çağıranda funksiyanın dəyəri buna bərabər olur. Məsəl üçün, burada A deyə bir dəyişkən qeyd edək. Dollar A. Dollara bərabər olsun. Cümlə ver Rasimə və eko dollar A deyək. Eko dollar A. Baxdıq Rasim. Yəni mən məsəl üçün deyək ki, adamın yaşını hesablamaq üçün bir funksiya yazdım. Doğulduğu ili verdim və o mənə yaşı return-dan artıq verdi. Yəni mən həmin yaşı cümlə ver mötərizə daxilində nə isə yazsam, o qaydada işə yarayacaq. İstifadəsi nə şəkildədir? Ardıcıllıqlar, məsələn burada ikinci dəyişən qeyd etmək istəsənsə, ad, soyadı bu formada qeyd edirsən və burada da bir dəqiqə qarışdı işlər. Buradakı return əlavədir. Cümlə ver. Rasimin ardı ilə də artıq soyad da yazmalısan və adı ekrana yazdıranda eyni şey yaşanacaqdır. Alqoritmik ardıcıllığı belədir. Birdən çox dəyişən ala bilər, list ala bilər, daxilinə dəyişən olaraq hər şey ola bilər. Hər hansı bir dəyişəni içəridə qısıtlaya da bilərsiniz. Bu da mümkündür. Return-lə belə geri döndərmək olar. Rekursiya dediyimiz şey var. Onu hər dərslik üçün PHP-də də, Python-da da, Go-da da ayrı izah edəcəm. Çünki
həddən artıq riyazi mövzudur. Riyazi mövzu olduğu üçün çətindir. Yəni burada mən onun üçün riyazi bir şey izah eləmirəm. Bu qaydada eləyə bilərik. İndi gəlin bir sadə bir misal eləyək. Məsəl üçün dediyim kimi bayaq yaş məsələsini, dollar yaş, dollar il, ili alır içinə. Burada buranı sil. Buranı da sil. Return il, doğulduğu il, daha doğrusu 2025 2025 çıxılsın doğulduğu il. Bu bizə bir rəqəm verəcəkdir. Bu rəqəm bura mənimsədiləcəkdir. Daha doğrusu geri veriləcəkdir. Və bizdə il ili yazandan sonra eko ilə yaşı hesablayanı verə bilərik. Sizin yaşınız 35-dir. Məsəl üçün. Bu struktur yaxşıdır, ancaq məsəl üçün bunu orada istifadə eləməyib də ili yazdım. Eko toplamaq üçün istifadə edirəm. 15 daha doğrusu 24 yox. Cümlə ver. İl çıxılsın 24 nöqtə yaş yazamıram. Yaş fərqimiz var. Save elədim. Bir dəqiqə nədir xətalı olan? Cümlə ver, il. Allah Allah. Xətalı olan nədir? Sintaks xətasıdır. Cümlə riyazi misalı hesablayanmadı. Onun yerinə belə bir şey eləyək. Buradan fərq yazaq. Fərq təbii ki dollar olaraq bərabərdir. Bu qaydada eləsək, burada da dollar fərq yazsaq, sintaks error əslində buradan qaynaqlanırdı. Sadəcə daha qəşəng. Allah Allah. Tamam. 11 yaş aramızda fərq varmış. Məsələn, bunu hesablamaq yerinə belə bir şey elədim. Rekursiyanı da bundan sonraki dərsdə izah edəcəm. O dərsdə də baxarıq. Ondan sonra rekursiya dərslərinizə düşən bir şeydir bu arada. Proqramlama dərsi alsınızsa keçdiyiniz bir şeydir. Onu həll edəndən sonra obyekt yönlü proqramlamaya davam edərik.